Herkese selamlar. Bu dersimizde dictionary, lüğət və dictionary metodlarını öyrənəcəyik. Pythonda açar dəyər, yəni key value cüzlərdən ibarət olan bir məlumat tipinə biz dictionary deyirik. Dictionary qeyri-sıralı, dəyişdirilə bilən və açarlara görə indekslənmiş bir məlumat tipidir. Dictionary'də hər açar unikal olmalıdır və ona bağlı olan dəyərlər müxtəlif məlumat növlərində ola bilər. Sadəcə bizim açar dəyərlərimiz string data tipində olmalıdır. İndi isə bir dictionary yaradaq. Məsələn, biz burada curly bracketlərdən istifadə edirik. Xatırlayırsınızsa, setlərdə də bu curly bracketlərdən istifadə olunur. Burada bizim bir user'imiz var və onun məlumatlarını dictionary metodundan istifadə edərək Python'da daxil edirik. Burada ad, daha sonra ad bizim key value'muzdur. İlk yazdığımız key, daha sonra qoşan nöqtə və value dəyərini yazırıq. Burada isə key bizim adımız olsun. Necar. Daha sonra vergül qoyur. Yeni dəyər cütümüzü daxil edirik. Yaş olsun 19 və burada isə boolean data tipi daxil edirəm. Gördüyünüz kimi burada ilk case hissəmiz hamısında string data tipindədir. Amma value hissəmiz dəyişdi, string, integer və yaxud da boolean data type-ında ola bilər. Burada hətta list də siz daxil edə bilərsiniz. Artıq mən dictionary-ni yaratdım və onu çağırdıqda bu formada bizə qaytarır. Data type-ına baxdıqda isə bizə dict deyə bir şey göndərəcək. Bu dictionary data type-ını göstərir. Bu dictionary dəyərinin yaradılmasının bir üsuludur. Digər bir üsulu bu dict metoduna istifadə etməkdir. Bu metod ilə yeni bir dəyişən yaratmaq mümkündür. Məsələn, biz boş bir dəyər də yarada bilərik. Burada artıq heç bir dəyər daxil etmədim və boş bir dəyər yaratdım. Bu formada bizə boş qaytarır. Bəs başqa necə yarada bilərəm? Burada mən user'ın daha başqa bir formasını yarada bilərəm ki, dict metodundan istifadə edirik və daxilində açarlarımızı, yəni keylərimizi və ona uyğun gələn dəyərlərimizi daxil edirik. Biz burada nə yazmışdıq? Ad demişdik. Ad bərabərdir Nicar. Daha sonra bizim yaş var idi. Onda 19. Və sonda isə tələbə deyə bir keywordimiz var idi. Bu formada da biz dictionary dəyərimizi yarada bilərik. Gördüyünüz kimi eyni qaydada qaytardı. Dictionary yaratmağın digər bir üsulu listlərdən və yaxud da tuple'dan istifadə edərək yaratmaqdır. Bu zaman hər bir elementdə iki dəyərdən ibarət olur. Açar və dəyər. Daha sonra isə dict metodundan istifadə edərək dictionary data type-ına çeviririk. Məsələn, burada həm list, həm də tuple'dan istifadə edirik. 19 və
19. Daha sonra isə dict metodundan istifadə edirəm və list birimi qeyd edirəm və üzüm tuturam. Gördüğünüz gibi burada artık biz dictionary data type'ında olan değeri yaratmış olduk. Burada hem listlerden hem de tuple'dan istifadə etdik. Dictionary üzərində bir neçə metodlar istifadə etmək mümkündür. Hər biri haqqında daha detallı indi danışacağıq. Bunlardan biri get metodudur. Hansı ki get metodu key ilə əlaqəli dəyər əldə etməyə kömək edir. Yəni açar dəyərimizdən istifadə edərək biz məlumatı götürə bilirik. Əgər açar mövcud deyilsə, non və yaxud da ikinci arqument olaraq verdiyiniz dəyəri qaytarır. Bu metod key error səhvi vermir. Gəlin birinin üzərində nümunə göstərək. Məsələn, mən user'dan get etmək istəyirəm ad key value'mun dəyərini. Burada key value'nu, yəni açar sözümüzü yazırıq və ona uyğun olan dəyərimizi bizə verir. Bizdə Nicar idi və Nicar'da qaytardı. Bəs o default dəyər, ikinci arqument dediyimiz nədir? Məsələn, mən burada doğum tarixi də deyə bilərəm. Amma biz burada doğum tarixini əlavə etməmişik. Bu zaman errorla qarşılaşmamaq üçün nə edirik? Virgül qoyub, hansı ki tapılmama ehtimalına görə yeni bir dəyər əlavə edirik. Bu zaman bizə bunu verəcək. Bəs biz bunu yazmasaq necə olacaq? Heç nə qaytarmır. Çünki heç nə tapmadı. Yəni get metodu bizdə error qaytarmır. Əgər biz axtardığımız şeyin bizim dəyişənimizdə olmadığını bilmək üçün yeni bir ikinci dəyərdən istifadə edə bilərik. Bizim bir digər metodumuz pop metodudur. Hansı ki pop metodu açar dəyər cütünü lüğətdən silmək üçün istifadə olunur və həmin dəyəri bizə qaytarır. Əgər açar mövcud deyilsə, key error bizə verir. Məsələn, bizim burada user3-müz deyə bir dəyişənimiz var idi. Biz orada yaşla bağlı olan məlumatı silmək istəyirik. Bu zaman popun daxilində həmin açar sözümüzü yazırıq və run edirik. Bu zaman bizə 19'u qaytardı. Hansı ki həmin açar sözünə malik dəyəri və biz yenidən user3'ü run etsək, bu zaman görək ki, bizdə artıq yaş məlumatı silinib. Digər bir metodumuz pop item metodudur. Pop item metodu pop metoduna fərqli olaraq lüğətdən təsadüfi bir açar dəyər cütünü silir və onu tuple şəklində qaytarır. Bu xüsusilə lüğətin son elementini silmək üçün istifadə olunur. Məsələn, biz burada bizim user2 deyə bir dəyişənimiz var idi, hansı ki ad, yaş və tələbə dəyərini özündə saxlayırdı. Biz oradan seçimlər edək bu formada pop item desək, bu zaman bizdə son olanı silir. Hansı ki tələbə true. Bunu qaytarıb və bunu silib deməkdir. Biz yenidən user2-ni run etsək, bu zaman iki dəyərimizin qaldığını görərik. Cütlüyümüzün qaldığını görərik. Digər bir metod update metodudur. Dictionary dəyişənlərimizdə biz update ya da remove edə bilərik. Update metodu mövcud lüğəti yeniləyir və yeni açar dəyər cütlərini də əlavə etməyə imkan yaradır. Əgər daxil etdiyimiz açar bizim artıq dəyişənimizdə mövcuddursa, onun dəyərini yeniləyir. Əgər mövcud deyilsə, yenisini əlavə eləyir. Məsələn,
Bizim user deyə bir dəyişənimiz var idi. Biz artıq burada tələbəni true deyil də bəli yazmaq istəyirik. Bu zaman necə edirik? User update deyirik və onun daxilində dəyişmək istədiyimiz cütlüyü yazırıq. Burada yenidən qıvırcıqlı curly bracketlərdən istifadə edirik və tələbə bəli deyirik. Necə dictionary dəyişəni yaradırıqsa, burada da həmin qaydada dəyişmək istədiyimiz hissəni daxil edirik. Və yenidən run etsək, görərik ki, bizim dəyərimiz update olunub. Bəs biz burada olmayan bir şey əlavə etsək necə olar? Məsələn, burada tələbə deyil də vətəndaşlıq soruşsaq necə olar? Gördüyünüz kimi error qaytarmadı. Çünki bizim həmin açar dəyərimiz userimizdə yoxdur. Amma biz yenidən run etsək görərik ki, həmin açar dəyərini userə əlavə edib və sona əlavə edir. Update metodunu həmçinin bir lüğəti başqa bir lüğət ilə birləşdirmək üçün də istifadə edə bilərsiniz. Bu zaman yeni bir şey yaradaq. Və daha sonra userə mən update etmək istəyirəm ki, ora telefon nömrəsi də əlavə olunsun. Və yenidən user çağırsam, görürəm ki, artıq burada telefon nömrəsi də əlavə olunub. Dictionary-də biz dedik ki, hər bir element iki hissədən ibarətdir. Key və value. Bunlar hər ikisi birlikdə item olaraq gedir, yəni dəyər. Case metodu var, hansı ki biz bundan istifadə edərək dəyişənimizdə olan bütün açarları görə bilərik. Məsələn, mən user case desəm, mənə orada olan bütün açarları qaytarır list formasında. Digər bir metodumuz isə values metodudur. Bu isə açarları deyil, onların qarşısında olan dəyərləri mənə qaytarır. Mən user values desəm, artıq mənə uyğun olaraq həmin dəyərləri qaytaracaq. Bəs mən hər ikisini birlikdə görmək istəsəm, hansı metoddan istifadə etməliyəm? Bunun üçün isə items metodu var. Bu isə artıq bizə cütlüyü birlikdə tuple olaraq qaytarır. Gördüyünüz kimi ad Nicar, yaş 19-dur, tələbə bəli və hamısını bu formada tuple və list kimi qaytardı. Bizdə len metodu da var, hansı ki burada biz len metodundan istifadə edərək açarlarımızın sayını tapa bilərik. Len metodu bizə lüğətdəki açar dəyər cütlərinin sayını qaytarır. Gördüyünüz kimi bizim 5 dənə açarımız var. Bunu buradan da görə bilərik. Dictionary-də belə bir qayda var ki, açar sözlərdə təkrarlanmaya icazə yoxdur.
Məsələn, mən burada yeni bir dictionary yaratsam və yenidən yaş dəyərini daxil edirəm. Gördüyünüz kimi ilkini nəzərə almadı. Ya çünki dictionary-də təkrarlama icazə yoxdur. Yəni açar sözləri təkrarlana bilməz. Amma mən bunu başqa necə yaza bilərdim? Dictionary-də onların daxilində də yenidən dictionary yaratmaq mümkündür. Məsələn, mən burada bu yaşımı silirəm. Burada artıq yenidən bir dictionary dəyəri əlavə edirəm. Və orada deyirəm ki, birinci yaşım məsələn 19, ikinci yaşım isə 20-dir. Bu artıq normal qaydada işləyəcək və bu formada qaytarır. Mən bəs 19 dəyərini necə əldə edə bilərəm? Yaş dedikdə mənə yaş açarında olan dəyəri qaytarır. Mən yenidən onun daxilindəki dictionary-də əldə etmək istədiyim açarı daxil edirəm. Bu zaman mənə 19-u qaytaracaq. Bunu get metodu ilə də daha asanlıqla edə bilərik. Bunun üçün sadəcə new dict get yaş və yenidən get deyib yazıram. Gördüyünüz kimi hər ikisi eyni dəyəri qaytardı. Dictionary-lərdə clear metodu da var, hansı ki dəyişənimizi silmir, amma onun daxilini boşaldır. Lüğətdəki bütün elementləri silir. Biz user2 dəyişənimizi çağırsaq, görərik ki, boşdur. Digər bir funksiya isə del funksiyasıdır. Bu isə iki cür istifadə oluna bilər. Məsələn, bizim user3 deyə bir dəyişənimiz var idi. User götürəlim. Burada bizim 5 açar sözümüz var. Mən burada user'ın yaş açarını silmək istəyirəm. Və yenidən run etsək görərik ki, artıq burada yaş açar sözümüz və onun dəyəri yoxdur. Del user3 desəm isə artıq dəyişəni bütöv silir və onu yenidən çağırdıqda Python sənə deyir ki, mənim artıq belə bir dəyərim yoxdur. Və error qaytaracaq. Digər bir metodumuz isə kopya metodudur. Hansı ki biz daha əvvəl danışmışdıq. Kopyalama zamanı bəzi data type'larda onlar bir növ istinad edir bir-birinə və birində etdiyimiz dəyişiklik digərinə də təsir edir. Bu zaman biz copy metodundan istifadə etməliyik. Məsələn, mən yeni bir dict yaradıram və ona user'imin data type'ını kopya etmək istəyirəm. Bu zaman bu bərabərlikdən istifadə etsək, və user görəcəyik. Hər ikisi eyni dəyərlərə mənsubdur. Amma mən user'imin hansısa bir dəyərini dəyişmək istəyirəm. Bu zaman deyirəm ki, user update
Ə, yaş əlavə etmək istəyirəm. 12 deyək. Bu zaman user yenidən run etsək, görərik ki, artıq burada sona yaş 12 əlavə olunub. Bəs new dict-ə baxaq. Bu zaman görək ki, burada əlavə olundu. Amma mən dəyişikliyi təkcə user üzərində etmişdim. Yəni bu o deməkdir ki, bu bərabərlik zamanı, yəni mənimsətmə zamanı new yaratdığımız dəyişənimiz digərinə istinad edir. Yəni birində etdiyimiz dəyişiklik digərinə təsir edir. Bəs bizim istədiyimiz bu deyilsə, biz istəyirik ki, sadəcə məlumatlar kopya olunsun və heç birində dəyişiklik olunmasın. Biri digərinə təsir etməsin. Bu zaman copy metodundan istifadə edirik. Hansı ki, bu metod sadəcə kopyasını yaradır. Biri digərinə istinad etmir. Biz burada artıq yaradırıq. Bunu copy edək. Və bu zaman görək ki, artıq bunda da oldu. Və yenidən update etsək, mən artıq burada yaş dəyərimi dəyişmək istəyirəm. Onu 20 etmək istəyirəm. Bu zaman user run edək və görək ki, artıq burada 20 oldu və bunu run edək və burada heç bir dəyişiklik olmadı. Çünki kopya metodundan istifadə etdik. Digər bir metodumuz set default metodudur. Bu metod açarın mövcudluğunu yoxlayır. Əgər açar mövcud deyilsə, ona təyin olunan dəyəri əlavə edir və həmin dəyəri qaytarır. Əgər açar mövcud olsa, həmin açarın dəyərini qaytarır. Məsələn, bəzi hallarda bizim uzun, böyük bir kodumuz var və bizim dictionary bir dəyişənimiz var. Biz orada müəyyən bir axtarış edirik və error çıxsın istəmirik. Bu zaman biz ona default dəyər təyin edirik və set default ilə hər dəfəsində problem olduqda o default dəyərini bizə qaytarır. Məsələn, bizim user dəyərimizdə mən set default deyirəm ki, məsələn, ad dəyərində ad deməyək də yaş deyək. Yaş dəyərini mənə qaytarsın. Əgər o yoxdursa, mənə default olaraq 18 versin. Var olduğu üçün bizə 20-ni qaytardı. Amma mən bəs bura yaşı desəm, artıq çünki bu açar sözü bizdə mövcud deyil. Bu zaman mənə nə qaytaracaq? 18-i qaytardı. Əlavə olaraq bir şey daha göstərmək istəyirəm. Biz dictionary dəyişənlərdə update ilə yeni bir dəyər əlavə etməyi öyrəndik. Amma bunun başqa bir yolu daha var. Bu da listlərə bənzəyir. Məsələn, mən user yaş desəm, bu mənə 20-ni qaytaracaq və bunun 18 olmasını istəyirəmsə, bu formada yazıram və yenidən user desəm, artıq burada yaşın 18 olduğunu görərəm. Bəs yeni bir dəyər əlavə etmək istəsəm nə deyərəm? Soyadı deyək. Bu zaman desəm, artıq həmin açar sözü orada olmadığı üçün onu yeni bir açar dəyər kimi daxil edir. Və gördüyünüz kimi sonunda bu formada yeni bir cütlük əlavə olunmuş oldu. Bu dərsimizdə Pythonda dictionary data tiplərinin əsas metodlarını və onları necə və harda istifadə etməliyik onu öyrəndik. Bu metodlar Pythonda dictionary data type'ların effektiv idarə olunmasına kömək edir.
və dictionary yaratmaq, elementləri əlavə etmək, silmək, yeniləmək, kopyalamaq və yaxud digər əməliyyatlar üçün rahat bir şəkildə bu metodlardan istifadə edə bilərik.